Bismillahirrahmanirrahim. Elhamdülillah vahdehu ve salatu ve selamu ala men la nebi ba'de. Muhterem Müslümanlar, biz Allah'ın izniyle Şeyhülislam Muhammed Et-Temimi'nin 4 Qade kitabının şərhinə devam edirik. Və biz en son qalmışdıq 3-cü qaydada və onun şərhindəki müəllif 3-cü qaydada buyururdu ki, Məkkə müşriklərinin məbudları, yəni ibadət etdikləri fərqli idi. Onlardan bəziləri salihlərə, bəziləri peyğəmbərlərə, bəziləri cinlərə, mələklərə və s. daşları ibadət edirlər. Bugünkü mövzu isə onların ağaçları və daşları ibadət etməsidir. Və dəlilü əhcar və əşcar qavluhu təala. Müəllif buyurur ki, onların ağaçları və daşları ibadət etməsinin dəlili isə bu ayədir. Əfəraitumul lətə vəl uzzə və mənətə thalisətəl uxra. Necm surəsi 19-20-ci ayələr. Yəni ki, siz, yəni Məkkə müşriklərinə xitabdır, ibadət elədiyiniz Latı və Uzzanı, bir də üçüncü olan Mənatı görmürsünüzmü? Böyük təfsirçi İbn Kəsir, Allah ona rəhmət eləsin, buyurur ki, uca Allah müşrikləri bütlərə, taylara, bütlər üçün Kəbəyə qarşı tikdikləri evləri ibadət etdiklərinə görə qınayır. Halbuki Allah Kəbəni öz dostu İbrahimə nisbət etmişdi. Halbuki Allah Kəbəni öz dostu İbrahimə nisbət etmişdi. İbn Cərir Taberi, Allah rəhmət etsin, buyurur ki, Yəqulullah Teala zikruhu Əfəraitum əyyuhəl müşrikun əllatə hiyə minəllahi əlhaqd fihi tə vəl-ənthəd kəmə qilə əmrul lil-zəkər vəl-unthə əmrə və kəmə qil lil-zəkər Abbas və thumma qil lil-unthə Abbasə. İbn Kəsir buyurur ki, Latı gördüğünüz ey müşriklər, Lat haqqında mənə xəbər verin. O, Allah sözündən törədilmişdi. Necə ki, məsələn, Amr sözündən Amra, Amr kişi cinsindən də Amra qadın cinsindədir. Abbas kişi cinsindədir, Abbasa qadın cinsindədir. Həmçinin bu Lat da Allah sözündən düzəldilmişdi. Lat Allah sözündən düzəldilmişdi. Müşriklər öz bütlərini Allahın adlarıyla adlandırmışlar. Sonra da bu adları dəyişdirmiş və ona Əllat adı qoymuşlar. Həmçinin Əl-Azizdən Əl-Uzza adını çıxarmışlar. Və Allah Subhanahu Taala'nın qızın olduğunu iddia etmişlər. Ona görə Allah Subhanahu Taala ayədə buyurur ki, Ələkumuz-zəkər və ləhul-unsə. Ələkumuz-zəkər və ləhul-unsə. Məcər oğlanlar sizə, qızlar Allah'a mı aiddir? Yəni siz özünüz üçün oğlan övladlarını seçir. Qızları isə xoşlamadığınız halda Allah'a mı nisbət edirsiniz? Sonra isə şərh edən Allah rəhmət eləsin buyurur ki, Əllat bitəqiq-tə, Əllat bi-taif. وهي أحدث من منات وكانت صخرة مربعة بيضاء منقوشة عليها بيت الطائف له أستار وسدنة وحوله فناء معزم عند الطائف. Taif, Lat'a gəlincə, Lat Taif şəhərində yerləşən bütlərdən birinin adı idi. Ağ rəngli, dörtkünc bir qaya üzərində qurulmuşdu. Üzərində örtüklər var idi və ətrafında bir tikili mövcud idi. Taif əhalisi və ona tabi olanlar onu təzim edirdilər. Qureyş və digər ərəb qəbilələri də ona hörmət göstərirdilər. Latın yerləşdiyi yer sonradan Taif məscidinin minarəsi olduğu yer kimi tanınmışdı. Yəni İslamda Səqif qəbiləsi İslamı qəbul etdikdən sonra Peyğəmbər sallallahu əleyhi və səlləm Muğira ibn Şübəni göndərdi. O da bu bütü dağıdıb yandırdı. Muğira ibn Şübəni göndərdi. Nəbi sallallahu əleyhi və səlləm bə'sə Muğira ibn Şübə fəhədəməhə və harraqəhə bin-nar. Muğira ibn Şübə həmin bütü yandırdı və dağıtdı, məhv elədi. Sonra üçüncüsü isə Əfəraytumul lət vəl-uzzə. Bəziləri hətta deyiblər ki, Lat sözü, yəni Lat sözü nədir? Ləttə feilindən götürülmüşdür. Salih bir kişi idi, həmin kişi isə həccə gələnlərə onun qarışığından bir yemək hazırlayırdı. Sıyıq kimi bir şey. O vəfat etdiyindən sonra onun qəbrinin üzərində neynədilər? Büt düzətdilər. Onlar onun üzərində pərdələr asdılar və Latdan başqa ibadət etməyə başladılar. Dedilər ki, bu Latdır. Bu iki rivayət arasında bir ziddiyyət yoxdur. Çünki onlar həm daşı, həm də qəbri ibadət edir. Hər ikisini ucaldırdılar. Bəziləri deyirlər daşdır, bəziləri deyirlər. Elə məhz buna görə də qəbirlərin üzərində məqbərələr və düyüblər tikilmiş, onları bütə çevirmişlər. Bu rivayət həmçinin cahiliyyə əhlinin salih insanlara bütlərə ibadət edildiğine işarə var. Bəziləri deyirlər Lat nədir? Salih insandır. Əl-Uzza, Uzza'ya gələndə hiyə əhdədə minəl-lət.
اتخذ ظالم بن أسعد وكانت بوادي النخلة شامية فوق ذات عرق فبنوا عليها بيتا وكانوا يسمعون منها الصوت وكان هذا الصنم لقريش وأهل المكة ومن حولهم. Allah'tan sonra ise meydana çıkıtmış Uzza. O Beni Esed kabilesinden Zalim İbni Esed götürmüştü. O Naxla vadisinde akasya ağacının yanında yerleşirdi. Onlar həmin ağaçların üzerinde bir bina tikmişler ve orada ses eşittiklerini deyirdiler. Bu büt Məkkə əhalisinin ve etraf kabilelerinin bütüydü. İbn Hişam deyir ki, Həddəsəni Əbi an Əbi Salih an İbn Abbas قال كانت عزة شيطانية تأتي ثلاثة سمورات بالبطن النخلة فلما افتتح رسول صلى الله عليه وسلم مكة بعث خالد بن وليد فقال ائتي بطن النخل فإنك تجد ثلاثة سمورات فاعض أولى. Deyir ki, İbn Hişam deyir ki, Əbu Salih İbn Abbas'tan rivayet edilir ki, Uzza 3 ağacın arasında olan bir şeytanıydı. Uzza 3 ağacın arasında olan bir şeytanıydı. Allah Resulü sallallahu aleyhi ve sellem Mekke'nin fethettikten sonra Halid ibn Velid'i oraya gönderdi ve dedi, oraya git 3 ağaç göreceksen. Birincisini kes. Halid radıyallahu anhu gidip onu kesti. Geri qayıt Peygamber sallallahu aleyhi ve sellem soruştu. Bir şey gördün mü? Dedi hayır. Peygamber sallallahu aleyhi ve sellem buyurdu ki git onu ikinci ağacı kes. Sonra gidip ikinci ağacı kesti. Sonra qayıt Peygamber sallallahu aleyhi ve sellem soruştu. Bir şey gördün mü? Dedi hayır. Peygamber sallallahu aleyhi ve sellem buyurdu ki üçüncü ağacı kes. Halid üçüncü ağacın yanına gəldikdə saçları dağınıq, sinəsinə vuran, fəryad edən Həbəşi bir qadın gördü. Onun arkasında Uzza'nın xidmətçisi olan Dübb Əs-Süləmi dayanmışdı və belə deyirdi: Ey Uzza, küfrünü göstər, özünü gizlətmə. Mən gördüm ki, Allah səni alçatdı. Halid onun başına qılıncla vurdu və onu öldürdü. Sonra ağacı da kesti və xidmətçisini də öldürdü. Daha sonra Peygamber sallallahu aleyhi ve sellemin yanına geldi ve buyurdu. Peygamber sallallahu aleyhi ve sellem ona buyurdu ki bu Uzza idi. Bundan sonra ona hiç vaxt ibadet olunmayacaq. Bundan sonra ona hiç vaxt ibadet olunmayacaq. Vel menat manası gelince fekanet vel müşellel indel qadid beyt Mekke vel beynel Mekke vel Medine ve kanet Huza'i vel Avs vel Khazraj yuazzimunaha ve ya'lunahu minhu lil hac ve ya'budunahu min dunillah. Menat ise Müşellel adlı yerde yerleşirdi. Bu yer Mekke ile Medine'nin arasıdır. Huza, Avs, Xazraj qəbilələri ona hürmet gösterir, onun yanında həccə bənzər mərasimlər edir ve Allah'tan başka ona ibadet edirlər. Onun adı mənşəyi ise hardan götürür? El-Mənnən, min ismillahil-Mənnən. Allah'ın El-Mənnən isminden götürmüştü. Başka bir görüşe göre ise yanında kurban qanları çok akıdılmasına göre belə adlandırılmıştı. Yani bu ayet gösterir ki Peygamber sallallahu aleyhi ve sellem dövründə müşriklerin elə vardı ki daşlara, ağaçlara ibadet edir, onlara and içir, onlardan başka məbudlar qəbul edirlər. Bu bütləri ibadet etmək, onlardan bərəkət ummaq, onları uca tutmaq, onlara dua etmək, onlardan kömək istəmək və istənilən fayda əldə etmək üçün onları görmək kimi əməlləri əhatə edirdi. Yəni onlar bu şeyləri eləyirdilər. Salihlərin qəbirlərindən bərəkət ummaq, Latda olduğu kimi, ağaçlardan bərəkət ummaq, Uzzada olduğu kimi və buna bənzər əməllər də həmin müşriklərin bütlərlə etdikləri işlərə daxildir. Buna görə də kim bir qəbir, daş və ağac haqqında belə bir etiqad eləyərsə, yəni kim bir ağac fəalə misli zəlik, yəni buna görə də واعتقد في قبر أو حجر أو شجر فقد ضاع عبادة هذه الأوثان فيما كانوا يفعلونها ما هم من هذا الشرك على أن الواقع من هؤلاء المشركين ما معبودهم أعظم مما وقع من أولئك والله المستعان. Ona göre de yani kim bir qəbir, daş veya ağaç hakkında belə bir etiqad bəsləyərsə, bu bütlərə ibadet edən müşriklərin etdiyi şirkin bir növünə düşmüş olar. Hətta çox vaxt onların etdiklərindən daha böyük işlərə yol verilir. Kömək istəniləcəksə yalnız Allah'tır. Sonra ise burada şərhçi Şeyhimiz Halid Raddadi İbn Teymiyyə Rahimehullah'ın sözünü getirir ki İbn Teymiyyə Rahimehullah buyurur ki المقصود أن الأصل الشرك هي العالم كان من عبادة البشر الصالح وعبادة تماثيلهم ومن الشرك ما كان أصل عبادة الكواكب إما الشمس وإما القمر وإما غيرها. Yani qasd olunan budur ki, İbn Teymiyyə aləmdə şirkin əsli, bütün aləmlərdə şirkin özəyi əsli salih insanlara ibadət etmək və onları ilahləşdirmək olmuşdur. Həmçinin şirkin bir növü də ulduzlara ibadətdir.
güneşe, aya və başqa səma cisimlərə ibadət olunurdu. Sonra həmin ulduzlar üçün bütlər düzəldirildi. Onlar ulduzların rəmzləri hesab olunurdu. Onlar ulduzların rəmzləri hesab olunurdu. Və buyurur ki, Suvviratul əsnam və talaihim li tilkə təkavvak və şirkə qavmi İbrahim vallahu a'lem kənə min hədə. Və İbrahim peyğəmbərin qövmünü şirki də bilirdi. Allah daha yaxşı bilir. Yəni bu növdən idi. Ulduzları, günəşi, ayı və səma cisimlərini ilah olaraq qəbul etmək. Yəni şirkin digər növü də mələklərə və ya cinlərə ibadət etməkdir. Bütlər onların xatirinə qoyulurdu, yoxsa cansız bütlərin özlərinə ibadət edilmirdi. Əksinə bu müəyyən məqsədlər və səbəblər üçün edilirdi. Sonra isə burada Əbi Vaqid Əl-Leysinin məşhur rəvayəti var. İnşallah onu ayrıca bir dərs kimi götürərək burada dayanaq. Düzün Allah bilir. Sallallahu aleyhi və Muhammedin və alə alihi və sahbihi ecmaîn.